Salam əziz tələbələr, vaxt qazandıran sualların 8-ci hissəsində qatlanmış vərəqdə olan kəsiklərlə bağlı bir sual görürsünüz. Birinci necə yanaşırdıq? Ən axırıncı şəkildən əvvəlki hissənin simmetriyasına baxıram. Diaqonal bir simmetriya varsa, deməli bütün variantlarda həmin simmetriyanı yoxlayıram. A bəndə simmetriyanı çəksəm, şərt olaraq, bəli, deməli simmetriyanı pozan bir hissə yoxdur ilkin baxışdan. B bəndində çəksəm, burada gəl belə bir hissə varsa, burada düşməlidir. Yox deyə B bəndi səhvdir. D bəndində həmin hissədə simmetriyanı çəksəm, burada olan fiqur bura düşməli deyə yoxdur, səhvdir. Y bəndində hər hansı bir səhv yox deyə çıxa bilmərəm. Hələ ki ilkin başlanğıc olaraq. Burada da heç bir səhv yox deyə çıxa bilmərəm. Daha sonra bir də görürəm ki, ortadan belə bir simmetriya var. Yəni aşağı ilə yuxarının simmetriyası olmalıdır. A bəndində bunun simmetriyası hanı? Bu hissədə yoxdur ki, yox. A bəndində çıxsan cavabları Y və yaxud da ki C. Yəni C-nin fərqi nədir? Bu hissədə üçbucağın kvadratın yaranıb yaranmaması məsələsidir ki, yaranır. Niyə? Çünki burada artıq biraz şəklə müraciət etmək lazımdır. Bu hissədə bu balaca bir üçbucaq yuxarıya fırlananda gəlib bura belə bir üçbucaq düşmüş olur və ümumi simmetriya olub açılanda gəlir orada belə bir kvadrat yaranmış olur. Y bəndində həmin bu üçbucaq gəlib bura düşməyib deyə kvadrat yaramayıb. Yanlışdır. Cavabımız olur. Nəticə var. Birinci simmetriya, sonra isə lazım olarsa şəklin müəyyən hissəsini açmağa ehtiyac duyuruq. Bu da belə.